Qurban Bayramı yaxınlaşdıqca şəhərin müxtəlif nöqtələrində qurulan heyvan satış məntəqələrində ticarət canlanmağa başlayıb. Qurbanlıq heyvan almağa gələn alıcıların ilk və əsas qayğısı isə təbii ki, qiymətlərdir. Kiminin nəzəri çəkiyə, kimininki heyvanın sağlamlığına, bəzilərinin isə sadəcə büdcəyə yönəlib. Keçən il necə idi, bu il də elədi. Keçən il necə idi, indi də elədi. İndi elədi. 1 manat fərq eləyə bilər. Keçən ildə 13 manat, 14 manat, bu illərdə elə. Eyni qiymətdir. Eyni qiymətdə. Kəstirdiler. Elə bir ki 15 kiloya vermişdilər 350 manat. Yaxşı, normaldır. Nəyə görə o baha demək olar ona? Bu iki qiymətlər arasında fərq var, yəni keçən ilkilər arasında. Hə, var. Keçən il biraz 15 aydı, 16, bu illər 18 manata dəxil kilosu. Maraqlıdır ki, bəziləri üçün qurban yalnız Qurban Bayramı ilə məhdudlaşmır. Son illərdə dilək qurbanı kimi tanınan bir anlayış da daha geniş yayılmağa başlayıb. Bu, əslində dini baxımdan nəzir qurbanı adlanır və daha fərqli mənaya malikdir. Məsələyə ilahiyyatçının şərhi ilə aydınlıq gətirdik. O bildirdi ki, nəzir qurbanı insanın hər hansı bir diləyini yerinə yetməsi halında Allaha verdiyi söz əsasında kəsilən qurban növüdür. Yəni insanların bəziləri nəzr edir ki, talım mənim filan bir müvəffəqiyyətim olsa və övladımın filan bir müvəffəqiyyəti olsa, mən nəzr edirəm ki, qurban kəsəcəm. Buna nəzr qurbanı deyirlər. Bu növ qurbanlar həm qurban günü, qurban bayramında kəsilə bilər, həm ilin başqa vaxtlarında. Bu aslıdır, həmən niyyəti eləyən insanın vaxt təyin eləməsindən. Talım ki, əgər cümləsi və ya niyyəti olub ki, mənim övladım ali məktəbə daxil olsa, mən mütləq qurban kəsəcəm qurban bayramında, yəni məhz qurban bayramını vaxt kimi nəzərdə tutubsa, bəli, məsələ qurban bayramında kəsməlidir və burada artıq 2 qat savaba sahib olur və ola bilər ki, bir insan talım fikirləşsin ki, və ya niyyəti bu cür olsun ki, mənim övladım və ya mənim xəstəm sağalan kimi mən qurban kəsəcəm. Artıq o həmən vaxt dəyişir. Yəni sağalan kimi dərhal məsələn talım belə bir hadisə baş verdi. Onun o xəstəsi sağaldı, dərhal o qurban kəsməlidir. Bəs Qurban Bayramında hamı qurban kəsməlidirmi? İlahiyyatçı suallarımıza belə cavab verir. Qurban bayramında yalnız həcdə olanlara qurban kəsmək vacibdir. Cəmiyyətimizdə, ölkələrdə müsəlmanlar qurban bayramında qurban kəsməsi müstəhəb sayılır. Bu isə o deməkdir ki, yəni çox savabdır. İmkanlı insanlar qurban kəsib dağıtsınlar, paylasınlar. Amma bunu eləməsə bir nəfər ona günah deyil. Yalnız o şəxs ki, söz verib ki, qurban kəsəcəm, əhd eləyib və bunun da adı nəzrdir, nəzr eləyib ki, qurban kəsəcəm, ona artıq vacib olur və bunu yerinə yetirməsə, onda günah olar. Əlbəttə, imkansızlıq səbəbindən ola bilər ki, insan bunu eləyə bilməsin, amma əlinə düşən ilk fürsətdə gərək bu qurban deməli ənənəsini və qurban işini yerinə yetirsin. Bu bayram əslində paylaşmaq, ehtiyac sahibini görmək və insanın özü ilə Allah arasındakı bağları möhkəmləndirmək üçün bir fürsətdir. Alıcıların sadə, səmimi sözləri ilahiyyatçının elmi izahı ilə birləşəndə Qurban Bayramının yalnız bir dini ritualla məhdudlaşmadığı aydın olur. O, həm də vicdanın, niyyətin və sözə sadiqliyin bayramıdır. İman İmanlı, APA TV.